Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Azərbaycanımızı bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Bugün 10 may 2026-cı il Gəncə mal bazarından çəkilişimizə başlamışıq. Gördüğünüz kimi. Allah alana da satana da xeyir versin. Çəkib paylaşacağıq. Baxın. Qardaşın nəhləridir. Gördüğünüz gibi. Bu balası, şu balası, bunun babası da. Gördüğünüz ki. Müsbahis bunun balasıdır. Bunlar neçənci qarımdır. Kişi qəşəh balası var. Kardeşim bak böyle bir ney var. Balası da düşürdü. Neçə günlük ki bunun balası? Almışım. Almışsan, xeyirli olsun. Sütü nədir bunun? Yani düz dayan varmış. Neçə litr almışsan? Her diyor 13 litre süt veriyor. İnşallah verir. Neçə aldın? Yok. 3100'e. Xeyirli olsun. Yaxşı ilə. Onu kara parçan aynı abi. Neçənci qarındır bu? 6. 6. Balası neçə günlükdür? 5. Süddü bulama. Suda sor. Nə qədər südü var? 8 litr. Qiyməti nədir? 2200'e. Haram malıdır? Buradan Şəmkidəki izləyicilərə də salamlayıram. Xeyirli bazar olsun. Qardaşım bax belə bir nəyi var. Balası da ki yəqin düşürdü. Neçənci qarındır bu? 3. Balası nə qədərlikdir? Bugün düz 14 gün. 14 gün. Südü nədir? Kuzu da 12. 12 balı ilə balasız? Yok 4 məməsi. 4 məmədən 12 3 ver. məməsindən 7 litr. 3 məmədən 7. Qiyməti nə zaten? Qiymətini 3-ə deyir. 3 məmə. O birisi də səndir. Hə. O neçənci qarındır? O 6-cı balasıdır. Onun da Altı. qiymətini 24-ə deyir. 20. Südü nədir? 8 litr. Balası nədir? Dişi. Neçə günlükdür balası? Bala bu 5 gün. Südü bulama. Çönləri. Bugün çönləri. Bugün çöndəlir. Allah xeyirli bazar versin. Hər adam malıdır? Şəmkir, Şəmkir. Ben bütün Şəmkidəki izləyicilərimizə salamlayıram. Allah hər birinin canını sağ eləsin. Allah xeyirli bazar versin. Sağ ol. Kardeşim bak böyle bir neyi var. Gün düşür. Gözümüze kamerada yakışır düşür. Güzel. Sütü bala. Dişi. Neçə günlükdür balası? 10 günlük. 10 gün. Sütü bulama? 8. 8 sütü. Onda 3 əmcəklə 8 litr. Neçənci qarın? İkinci qarın. Qiyməti nə? 28. 2800. Qəşəkdir, gözəl, cavan heyvandır. Baxanlar bilir ki, nədir? Sört damardır. Onlar kimindir o? Bir bozda, qaradan. Qarboz. O səndir. 10 litre süt veriyor. 10 litr süt ha? Süt. 10 litr sütü var. Buzoydan maşın. 4-cü qarında buzoy maşını. Dişi de balası erkək? Dişi. Dişi balası var. Gördüğünüz. Xeyirlisi Allah'ım. Allah hamıya xeyir versin. Ruzu bərəkətləri bol olsun. 15 litr sütü var. Dişi balayla ikinci qarın. Gelsin de çayam olur. Ay yok. Bunu çək. Ben 50'lik koyacağım. Gelen karın. Balası. Balası da kişidir. Neçə günlükdür balası? Bir həftəlik. Ne yalan yasta satılır. Babırsı neçənci qarın? Sən görürsən.
5'te satılır. Hansı? Ne bu? 20 let süt verir. Çek falan. Ben yok. 20 litre Bala süt. bir çek. Sütün 20 adı? 20 litre. Süt 20 litre. 20 litre. Balayla balasız. Birin balam. 3 memeden 20 litre. Balası nədir? Erkek. Şartla satıram. Alan adam pulumun yarısı sağlasın aparsın. Şərtlə də satsan. Dördüncü qarnadır. Açın dişlerine baksın. Bala da erkek. Sütü 20 litre. Dördündən, üçündən. Üçünden. Yem versən, Söyle cevşanın malı. o göyə. Ha güvəcin. Amma quru ilə verməz onu. Yoruyla vallahi sanma. Söyle cevşanı 20 litre sağlar. Sonra gəlir 20 litre süt sağırsan. Ama teki yonca da yiyir. İnşallah yaxşı olar. Mal haramalıdır. Al kardeş çoğlan boy. Görəm bu. Bazar olsun. Saqqalın bax belə bir nəyi var. Hal hazırda. Balası da düşürdü, qəşək tamamlıqdır. Neçənci qarında tam bu? Neçənci qarında bu heyvan? Sütü nədir? 8-10 litre. Yenidən boğaz olar. 20 günlü gəlir öyle. Haram aldı sana qulum. Lan bütün Qazaxdakı izləyicilərimizə salamlayırıq. Allah xeyirli bazarlarını versin. Bazarın olsun gözəl kişi. Başında yeri yoktu. Qardaşım bax belə bir nəyi var. Balası erkəkdir onun. Neçənci qarındır bu heyvan? 5. Sütü nə? 35'e ver, 34'e ver. 14. Haram aldı qıqım. Ha? Qazaq. Qiyməti nədir? 3600'ə. Allah pazar versin. İkinci kardeşim bak böyle nehirleri var. Balası da ki. Bu ne sen çıkardın bakalım? 5. baba. 5. Sütü nedir? 15. İsmemeden. 3 mamadan 15'i. Ve balası nedir? Erkek, o da ana baba. Kıymeti 4 milyon. 4 milyon. Haram aldı. Yanında baba. Kendi malı. Ve bu ne sen çıkardın? Nasıl? Bu 6. 6. 5 litreden bulsun. 5 litre. Ben yaz verir. Bilmemesi. Ha, bir döş karaf. Bakalım bir dakika baba. Bu maşın kesin bir dakika bırakacağım. Koy koy sütler. Ne rahat olma. Gel bak burada sana. Sen de kuralım. Kardeşim bak böyle bir neyi var. Balası da deyəsən erkəkdir. Erkəkdir balası. Özün danış, özün bağır. Yox, bildim erkəkdir. Sütü nədir? Ənlik göy danış, özün çək, özün danış. Məni çək, mənə də məni Allah xeyir versin inşallah. Videomuzu elə burada da yekunlaşdıracağıq. İnşallah. Xeyirlisi Allah'ım. Allah alanlara satanla xeyir versin. Neçə deyirsən o dana? 35'e. 3500'e. Ne kadar et olar onun? 150 var. 150 var. 220. Onda diri 400'den yukarıdır. Allah xeyir versin. Bu inek kimindir? Senin? Neçənci qarında atam?
Bılı sanki. Balatılı da ha. Dişidir. Sütün adı? 10-12. Neçənci qarındır? Qiyməti nədir bə? Allah xeyir versin. Videomuzu burada da yekunlaşdırdıq. İnşallah gelirik dana bazarına. Danaların videosunu, mal bazarının videoların adlarını yani yerləşdirəcəyik YouTube'a.
Salam değerli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Biz bu günləri Ağdamda Uçoğlan Səfərli kəndində bax belə bir fermamız satışa çıxdı. Gözəl qardaşlar, gözəl insanlar. Hal-hazırda 1 hektarın içindədir, zaborun içindədir ferma. 055 222 25 52'dir nömrədə. Bir hektarın içindədir. Fermanın içində çəkəcəyik. Yəni tam ətraflı 10 hektarda mən bilən torpağı var. Dəqiq məlumatları verəcəyik. Bir daha deyirəm 055 222 25 52 ilə əlaqə saxlayarsınız qardaşlar. Tam ətraflı məlumatlarını verəcəyik. Düz asfaltın qırağındadır, gözəl bir yerdədir. Qiyməti də 260 min manat deyilir. 260 min manat. Yəni özünüz öz aranızda razılaşarsınız. Deməli dəyərli izləyicilərimiz, gördüyünüz kimi bax zaborun içindədir. Yəqin ki bura çobanın evidir yoxsa bura nədir? Bəli. Çobanın evi. Bu birisi də hamam tualet olar da. Hamam tualet o biri tərəfdədir. Pəyələr də ki, deməli 2 dənə qəşəng pəyəsi, 3 dənə qəşəng pəyə var içində. Bir o, bir də bu. Çəkəcəyik, baxın ətraflı. Düz gözəldə bir yerdə. Sen bilərsən, bunun nə qədər torpağı var bu fermanın özünə ait? 10 hektar dedim müəllim mən. 10 hektar torpağı var. Qanun sənəti qupçusu var. Müəllimlə ətraflı danışıq, müəllim özüsə orada nömrə deyilir. Yəqin ki o kamera sistemidir, hə? İşləyər kameralar. İşləyir. O ambarda ora. Ambarda ora. Ambarlıdır. Ambardır. Burada tövlənin biridir. Və bura yəqin ki müdiriyyətin evi olar. Müdiriyyətin evi buradır. Yəni kim istəsə qardaş, yəni qala da bilər, yəni çobana da verə bilər. Qəşəng gözəl şərait var. Buranın suyu zalı necə? Var? Suyu var. Gözəl. Bax, belə kuru qavoy hasarın içindədir. Buyurub baxa bilərsiniz. Bax, belə kalotları da var. Gözəl. Gördüyünüz kimi. Hazır. Aç için çəkək birini. Qoy baxsınlar. Mal üçündür, qoyun üçündür bu. Qoyun üçün. Qoyun üçün. Qardaş, birbaşa müəllimin özü ilə 055 222 25 52 ilə əlaqə saxlayın. Qiyməti də 260 min manat deyilir. Bax, qoyun üçündür. Bura qoyun üçündür, gözəl qardaşlar. Kim nə istəsə eləyə bilər də yan olandan sonra. Burada nə var ki? Qanun sənəti qupçusu. Işığı, suyu. Burada qaz sistemi nətər? Qaz var. Qaz gəlir bura yerə. Qazı yoxdur. Amma keçər də yəqin xət. Kim istəsə çəkdirə bilər də qardaş. Ödül. Ha. Haki. Obçu. Bax, navesidir. Gördüyünüz kimi.
Hal-hazırda bax, çardağı yana aparıb o başa qədər çatdıra bilərsiniz. Dəmirləri var. Yəni bastırıblar. Navesi. Bu da heyvan yükləməkdən ötəri maşın arxasını verir bura. Buradan elə bir şey deyirlər. Yürürlər maşına. Orada ambarzal olar. Açdın oranı. Deməli, gözəl izləyicilərimiz, bura 250 başlıq tövlədir. Çanıdakı içəridə. Bütün Wi-Fi'dir, kameralı, hamısı sistemlər var. Suyu var, ışığı var, qazdakı yan bölünə çəkdirə bilərsiniz. Yəni problem deyil. Kalotdakı gözəl, yəni ürəyiniz istəyər. 250 baş bu tövləlikdir. Bax bu mal üçün. Yeridəki geniş, kanalizasiya sistemindəki var. O başdan da qapı var, bu başdan da. İndi hamısını çəkəcəyik, baxın. Buradakı yem ambarıdır, bu tövlənin. O tövlədəki 300 başlıq qoyundur. Bax o biri tövləninki. Wi-Fi'dir. Suyla gedir, ha, kanalizasiya sistemi var. Var, hamısı var. Quyusu var, hamısı var. Yəni suvarma sistemi var. Gözəl. Haranı? Çəkdim oranı. Çəkdim oranı. Bağı da çəkilib baxın hamısına. Gördüyünüz kimi bağı da var. Bax, gözəl qardaşlar. Bax bu bağ buranındır. Bax bu fermanındır. Düz o durbalara qədər, hə? Bax, hasara alınıb durba ilə. Yəni bunlar ağaçlardan hamısı buranındır. Gözəl, gözəl. Hamamı da var. Ondan sonra hər cürə şəraiti var. Hər cürə. Bu ev neçə otaqdır? Ha? Neçə otaq olduğu bilinmir. Qardaş, bura yəni müdiriyyət burada yəni qalır, bax burada. Oradakı çobanın evidir, gələcəkdə. Buradakı 300 baş qoyun üçündür. Hamam orada, ha? Hamam içindədir. Gözəl. Hər cürə şəraiti var, indi torpağını da gəlib çəkəcəyik. Darvazası gözəl bir düz magistral yolun qırağındadır. Getdik. Bu da su sistemidir. Deməli, bax, o bu tövlə. Qoyuna baxan üçündür, qoyun heyvanına. Bu tövlə. O tövlədə olan, o evdə hər elə bir qoyuna baxan ev ayrıdır, çobanın mala baxan elə bir ayrı tikdirib müəllim. Hamısı var, gözəl qardaşlar. Yəni yerləşdirəcək saytda. Wi-Fi-nə qədər, kamera sisteminə qədər hamısı var. Hər bir şey var. Yəni gözəl də bir yerdə. Deməli, dəyərli izləyicilərimiz, gəldik bax torpağın üstünə. Ferma ilə bax o fermadır. Burada torpaq yerin üstüdür. 10 hektar torpağı var. Göstərin, ne bir yonca alıb. Yoncadır. İndi aşağıda göstərəcəm hamısını. 10 hektar torpaqdır. Bax bu tap yer, bax o yoncadır, bura tap yerdir. Bax bura bütöv, düz o dəriyə qədər müəllimin yeridir. 10 hektar yerdir qardaş. Özü ilə əlaqə saxlayın 055 222 25 52. Biz ferma bax oradadır. Bu da yoldur.
Ferma ilə buranın arası 200 metrdir. Bax bu yer. Videomuzu elə burada da yekunlaşdırdıq. Salam değerli izleyiciler, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bugün 18 aprel 2026-cı il. Bərdər rayonu Mustafa kəndində belə bir fermamız çıxdı satışa, gördüyünüz kimi 120 hektar torpaq içində. Bütün hər bir avadanlığı da var, hər şeyi var. Bax ot çardağıdır, hamısını çəkib su da başının üstündə. Değerli izleyicilerimiz, güzel kardeşler. Müəllimin əlaqə nömrəsini orada qeyd edəcəyik. Elə ilk bəri başdan müəllimin nömrəsini deyirik. Qeyd eləyin. Yəni videonun sonunda yox. Videonun sonuna baxanda qardaşlar bəziləri orada bilmir. Deməli, müəllimin əlaqə nömrəsi 050 978 3151 nömrə ilə əlaqə saxlayırsınız. Fermalarda hamısını göstərəcəyik. Ora ambardır, hava açıq olan yer. Ambarıdır, bax o açıq olan yer. Tövlələr də bax buradadır. Çəninə qədər hər şey var. İçərini də çəkəcəyik. Bütün gözəl şəraitlə. Buyurub baxa bilərsiniz. Qiymət barədə müəllimin özü ilə danışarsınız. Qiyməti burada deyilməyəcək. Ona görə işləyilməyəcək. Yəni müəllim bunu real satır birbaşa. Deməli gözəl qardaşlar. İşığı zaten hamısı var gördüyünüz kimi. Bu neçəyədir bilmirsən? Neçə heyvan bağlanır bura? Bir dənə yəni 2 addelə 96 baş. Bütün 96 baş mallıqdır. Yəqin ki suyu elə kalotla verirsiniz da. Yemin suyu kalotla, orta ilə yəqin ki araba işləyir. Aha. Gözəl, işığı var. Su içməli suyuz az nətər? Aha. Gözəl. Oyunda o birisiləri də göstərəcəyik, hamısına baxın. Yerdəki betondur, değerli izləyicilərimiz. Necə? Kafer. Gördüğünüz kimi. Hamısını çəkib göstərəcəyik. Deməli, sırf bax bu çardaqlar mal üçündür. Yəni kim istəsə qoyun da eləyə bilər də. Yəni o baxır ki, sizin öz fikrinizə. Hal-hazırda hamısı mal üçündür. Torpaqdakı 120 hektar torpaqdır. Gözəl qardaşlar. Çəkəcəm baxasınız. Bu da yəqin ki qalmağa yaşayış. Neçə otaqdır bu ev? 4 otaq. Hamısı sizə məxsusdur da elə mi? 4 otaqdır. Hamam, tualet, ademlidir. Bir dənə əlavə kuxunası var. Kuxunusu da var. Hamam. Qəşəng şəraitdir. Yəqin ki bunun üstünə ot yığırsınız ha? Çardaq. Üstü də çardaq. Nə qədər ot gedir bunun üstünə? Gedər də yəni 2000, 3000. Qoşa kubiklə tikilir ferma. Gözəl. Su çanıdakı neçə tonluqdur bu çan? 5 tondan da çox olar, ha. Daimi su var da. Motor vursan pastanı sıcaq. Nə gözəl. Bu da ambardır. Hansı? Ambarı da qoy çəkək də. Yox, içəri bağlıdır, yəni içində yeməkdən yoldan. İçəri ambardır. Səri ambardır. Nə Bu da gözəl. ambardır. Sıkılatıda yəni yem sıkılatıdır. Bu da yem sıkılatıdır. İçərdən də qapısı var. Buradan baxmaq olur bura. İçərdən də oradan çıxış var da. Oradan da çıxışı var değerli izləyicilərimiz. Gördüğünüz kimi. Bütün hamısı gözəl. Ambardır. Bildiğiniz ambar. Deməli bax bu da ikinci tövləmizdir.
Gözəldir, hər cür şəraiti var. Yəni buzoy saxlamaq üçün qəşəng addelləri var, gözəl. İşığı var. Yəqin ki, qaz olmaz. Yox, qaz yox. Odundan istifadə edirsiniz da. Gözəl. O başdan da qapı var, bu başdan da. Yəqin ki, elə burada 96 başlıq olar. Olar. Müəllimin özü ilə orada nömrə deyilib, ətraflı məlumatların hamısını alarsınız. Dəyərli izləyicilərimiz. Kanalizasiya sistemi ilə gedir, yoxsa atırsınız? Atırıq, yəni sürüyə kanalizasiya. Kanalizasiya ilə gedirsi deyir. Nə gözəl. Orta iləndəki araba işləyir, yem. Sudakı kalotlarla gözəl qardaşlar. Gözəl, bax belə kalotları var. Döydüm ölməz kalotları var. Allah xeyir versin. İnşallah çəkib hamısını göstərəcəyik, baxın. Deməli, dəyərli izləyicilərimiz, bu gördüyünüz yerdə su bunun başının üstündədir. Yəni, əkin üstündə tam gözəl əlverişli yerdir. Yəni, heç bir problemi yoxdur. Qapıdakı gembol, həyətdir. Çəkib göstərəcəyik. Burada 2 dənə də elə bir balıq gölü var, amma qurudur da, yəni balıq da saxlamırlar. Kim istəsə saxlaya bilər. Onu da deyim, biləsiniz. Onu da göstərəcəyik. Bax, 2 otaq, qardaşın qaldığı yerdir, 2 otaq, bəli 2 otaq. Buradakı hamam tualetdir, gördüyünüz kimi. Aydındır. Deməli, dəyərli izləyicilərimiz, bura bax, balıq gölüdür. Yəni qurudulur. Yəni kim istəsə, yəni balıq da saxlaya bilər. Ərazisi də ki, qəşəkdir. Çox geniş yerdir. Hal-hazırda balıq yoxdur. Balıq gölüdür. Buraxın, saxlayın da, gözəl, yəni qamışlıq olan bir yerdədir. Buyurub baxa bilərsiniz. Tam ətraflı bütün məlumatların hamısını müəllimin özündən birbaşa alarsınız. Bax, bu yem ambarıdır. Bütöydür, yoxsa bu ara kəsmə? Neçə ton buna yem yığmaq olur? 200 ton. Geniş ambardır. Qabağı da qəşəng asfalt. Gözəl. Yəni 200 ton pon yığ. Bütün tədarükünü gör. Qışda əziyyət çəkmədən. Torpaqla göstərəcəyik bir müəyyən yerlərini. Baxın. Deməli, gözəl insanlar, gözəl qardaşlar. Dediyim kimi, su başının üstündədir, suyu da göstərəcəm. 120 hektar torpaqdır. Əkin üstündə var. Belə, yəni oturaq sahəsi də var. Müəllimin özü ilə, yəni 120 hektar torpağın ərazisi var. Torpağı var. Birbaşa danışırsınız, çardağıdır, fermalarıdır, navesidir, hər şeydə, yəni ambarıdır, yəni qalmaq üçün evidir. Hər şeyi var. Yəqin ki, kamera sistemi yoxdur. Var. Kamera sistemi də var. Nə gözəl. Suyu da çəkək. Bu suyu istifadə edirsiniz? Bəli, hörüşü ona suyu. Aha. Sahəni də bax bu suyla sulayırlar. Bax, bildiyiniz sahə bax bu suyla sulanır. Sudakı daimi var. Gözəl, yəni. Yəni, bütün ərazi hər tərəf bağlıdır. Müəllimin özü ilə danışın, qardaş. Orada əlaqə nömrəsi var. Tam da gözəl. Yəqin ki, bu su Qarabağ kanalından gəlir. Qarabağ kanalından gəlir, gördüyünüz suda. İnşallah müəllimin özü ilə birbaşa əlaqə saxlayın. Əlaqə nömrəsi orada var.
Bu gördüğünüz yerler hamısı müəllimə aiddir. Yani bak bu gördüğünüz ərazi hamısı 120 hektar yerdir. Müəllimin özü ilə danışın, müəllim sizə tam ətraflı məlumatlarını verəcək.